Salam dəyərli dostlar, bugün mən sizlərə Azərbaycanın ənləri haqqında məlumat verəcəm. Azərbaycanın ən hündür zirvəsi, Bazardüz zirvəsi 4466 metr yerləşir Qəbələ və Qusar rayonu sərhəddində. Azərbaycanın ən uzun çayı, Kür çayı, Türkiyənin Qızılgədik dağından başlayaraq Xəzər dənizinə tökülür. Uzunluğu 1515 kilometrdir. Ancaq Azərbaycan ərazisində formalaşan çay isə Tərtər çay 200 kilometr və Pirsahat çay isə 202 kilometr olmalıdır. Kür çayı tranzit çay olduğu üçün Azərbaycan ərazisində formalaşmır. Azərbaycanın ən böyük gölü Sarısu gölüdür. Sahəsi təqribən 65 kvadrat kilometrdir. İmişli və qismən də Sabirabad rayonu ərazisinə düşür. Azərbaycanın ən dərin gölü Göygöldür. Elə Göygöl rayonunda yerləşir. Dərinliyi 96 metr, bəzən də 100-102 metr verilir. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən gölü Tufan gölüdür. Qəbələ rayonundadır. Dəniz səviyyəsindən onun hündürlüyü təqribən 3277 metr olmalıdır. Azərbaycanın ən böyük adası Pirallahı adasıdır. Başqa adı, əvvəlki adı Artyom. Onun sahəsi təqribən 17 kvadrat kilometrdir. Ancaq əvvəllər Kür dili verilirdi. Sonra dənizin səviyyəsi çəkildiyi üçün bura yarımadaya çevrilib. Kür dili yarımadası olub. Azərbaycanın ən böyük yarımadası isə Abşeron yarımadasıdır. Əlbəttə ki, onun sahəsi 2,1 min kvadrat kilometrdir. Adının mənası da ab su deməkdir. Şeron, şoran, yəni suyu şoran olan ərazi. Burada çoxlu şoran göllər var, Masazır, Binəqədi və s. Azərbaycanın ən böyük körfəzi Qızılağac körfəzidir. Sahəsi təqribən 960 kvadrat kilometrdir. Azərbaycanın ən hündür palçıq vulkanı Torağaydır. Onun hündürlüyü 400 metrdir. Azərbaycanın ən hündür şəlaləsi Qəbələ rayonunda yerləşən Dəmiraparan çayının sahilində yerləşir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdədir və bu şəlalənin hündürlüyü 96 metrə çatır. Sonra Azərbaycanın ən böyük şəhəri Bakı şəhəridir. Əhalisi 2 milyondan çox, yəni rəsmi əhalisi var. Azərbaycanın ən böyük əraziyə sahib olan rayonu isə Quba rayonudur. Onun sahəsi 2,6 min kvadrat kilometrdir. 2023-cü il 5 dekabra qədər ən böyük rayon Kəlbəcər idi. Sonradan isə Kəlbəcər rayonundan, Tərtər rayonundan və Ağdam rayonundan bölüşdürülərək Azərbaycana yenidən 2023-cü il 5 dekabr tarixində Ağdərə rayonu yaradıldı. Və Kəlbəcər rayonu artıq Azərbaycanın ən böyük rayonu deyil, ən böyük rayonu Quba rayonudur. Sonra Azərbaycanın ən böyük su anbarı Mingəçevir su anbarıdır. Sahəsi 625 kvadrat kilometrdir. Azərbaycanın ən uzun kanalı Samur-Abşeron kanalıdır. Samur çayından başlayır, Ceyranbatan su anbarına qədər uzunluğu 182 kilometrdir. Azərbaycanda ən çox ərazi suvaran kanal Mingəçevir su anbarından başlayan Yuxarı Şirvan kanalıdır. Onun uzunluğu 122 kilometrdir. Suvardığı sahə isə 127 min hektardır. Ən çox su daşıyan kanalı isə Yuxarı Qarabağ kanalıdır. O da Mingəçevir su anbarından başlayır. Onun uzunluğu 172 kilometrdir. Ən hündürdə yerləşən yaşayış məntəqəmiz Quba rayonu Xınalıq kəndidir. Təqribən 2350 metr yüksəklikdə yaşayırlar. Və buranın da tarixi təqribən 5000 ilə yaxın tarixi olmalıdır. Sonra Azərbaycanın ən çox yağıntı düşən ərazisi Lənkəran rayonunun Gəgiran kəndidir. Lənkəran rayonu Gəgiran kəndi 2763 mm yağıntı düşüb.
Ən az yağıntı düşən məntəqəsi isə Ələt Tirəsi ətrafında, Ələt Tirəsi ətrafında Puta məntəqəsidir. Bura təqribən 150-200 millimetrdən az yağıntı düşür. Azərbaycanın ən isti rayonu və yaxud şəhəri Culfa rayonudur. Burada müsbət 46,2 dərəcə temperatur müşahidə edilib. Azərbaycanın ən soyuq rayonu yenə Culfa rayonudur. -33-dür. Əvvəlki kitablarda müsbət 44 və -33 verilirdi. Ancaq Azərbaycanda insan yaşamayan ən soyuq yer isə Bazar düzündə müşahidə olunub. -45 dərəcə. Sonra Azərbaycanın ən uzun sərhəddi Ermənistan Respublikası ilədir. Onun uzunluğu 1007 kilometrdir. Ən qısa sərhəddi isə Türkiyə Cümhuriyyəti ilədir. Təqribən 15 kilometr sərhəddimiz var. Azərbaycanın ən hündür tikilisi Bakıda yerləşən Teleqüllədir. 310 metr hündürlüyə malikdir. Sonra Azərbaycanın ən uzun ömürlülər diyarı Lerik rayonudur. Lerik rayonunda muzey də var. Demək ki, burada ən uzun ömürlü insan kimi tarixə düşmüş şəxs Şirəli Müslümovdur. 168 il yaşamışdır. Belə, dəyərli dostlar, əgər siz də Azərbaycana aid ən kiçik, ən böyük nə bilirsinizsə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.